Transfer radarının 35-ci buraxılışı. Ziya, salam, necəsən? Çox sağ ol Rafael, sən necəsən? Mən də yaxşıyam. Hər kəs yazır ki, Ziya, transfer radarı nə vaxt gələcək? Nə vaxt gəlir transfer Hər radarı? həftənin 6-cı gün gəlir də. Bəli, hər həftənin 6-cı günü saat 12-də. Sözü uzatmadan verirəm Ziya sənə. Buyur, xəbərləri bölüş insanlarla. İlk öncə izləyicilərimizi salamlayıram. Yayın isti günlərində isti transfer xəbərləri gözləyirlər, amma təəssüf ki, hələ ki klublarımız bu periodu bir qədər sakitçiliklə keçirirlər. İyun ayının daha hərəkətli keçmişdi klublarımız adına. İyulun ilk həftələri də artıq iyulun sonlarına yaxınlaşdıqca klublar bir qədər sanki birinci missiyanı tamamlamış kimi görünürlər və artıq avqustun ortasından sonra daha fəallaşmağa başlayacaqlar yenə ötən il olduğu kimi. İlk öncə istəyərdim bu dəfə başlayaq Sabah klubundan. Sabah klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində də qələbə ilə başa vurdu ikinci təsnifat mərhələsini. Kupsu məğlub etdilər. Əlbəttə ki, çox qol vura bilərdik və Rafael, orada gözdən qaçmayan bir məqam var idi ki, Bəli. həmin məqam da nə idi? Maluda. Bəli, Maluda söhbəti idi ki, Maluda Dambrauskasın qəzəbinə tuş gəlmişdi. Bu da nəyə görədir? Haqsız yerə deyil. Və təxminən bir ay öncə, 40 gün öncə də bunu söyləmişdik ki, Maludaya xarici klublardan təklif var. Hətta klubların adını da bildirmişdik. Rəsmi təklif olmasa da həmin vaxtlar maraqlanırdılar bu futbolçu ilə. Celtic maraqlanırdı, Sampdoria maraqlanırdı. Artıq bu maraqlanan klubların siyahısına daha bir klub əlavə olundu, amma bu klub maraqlanmadı, birbaşa təklif göndərdi. Bəli. Sabah rəhbərliyinə. O klubun adına gəlməzdən öncə Dambrauskasın Maluda ilə belə bir söhbəti olub ki, fikrini tam olaraq kluba və oyunlara cəmləyə bilmirsən, ona görə əsas heyətdən kənarlaşdırıb, son oyunda da ehtiyat oyuncular skamyasında oturmuşdu futbolçu və bu klub Bazeldir. Əlbəttə ki, yazılan xəbərlər də var, daha öncədən də paylaşılıb. Bazel klubu Sabah klubuna təklif irəli sürüb. İsveçrə mətbuatında araşdırdım. Bu rəsmi məlumat öz əksini tapırdı. Görünən odur ki, bu mövsümün artıq çempionat oyunlarına Sabah Maludasız başlayacaq. İlk təklif 3 milyon və üzəri bonuslar kimi göndərilsə də Sabah bunu qəbul etməyib. Sabahın Maluda üçün istədiyi məbləğ təxminən 5 milyon və bonuslardır. Belə bir məsələni də Rafael araşdırdım ki, Sabahın əsas istəyi satılsa belə futbolçu növbəti satışdan pay qoymaqdır. Təxminən 15-20%. Bu çox əla bir addımdır Sabah klubu adına. Çünki Maludanın ya Basel olsun, ya Celtic olsun, hər hansı bir kluba keçsə, oradan mənim fikrimdə çıxış dəyəri 25 milyondan aşağı olmayacaq heç bir kluba. Çünki hər bir klubun satış rankı olur ki, hansı ki bu klubdan bu futbolçunu hansı qiymətə almaq olar. Məsələn, Celtic Maedanı Ipswich Town klubuna satdı. Həmin məbləğ düzdür, az məbləğ idi, amma gənc futbolçu üçün Maedaya 10 milyona satıblar və növbəti satışdan bonuslar da var, payı da var. Amma Maluda kimi futbolçunun hələ ki 20 yaşındadır və biz təxmin etsək 2 ildən sonra Basel və ya Celtic o futbolçunu satır. 20-25 milyon civarında bir satış ola bilər. Futbolçunun özü də getməkdə çox maraqlıdır, getmək istəyir və biz 5 il, 10 il bundan öncə belə bir şeyləri danışsaydıq ki, hər hansı bir Basel, Celtic, Azərbaycandan futbolçu almaq istəyir. Duran kimi futbolçu manatla 12 milyon manata, 11 milyon manata Celtic klubuna keçir. Bir qədər yuxu kimi gələrdi bizə. Yəni hamı gülərdi. Bəli, futbolun Lille kimi bir akademiyadan bu futbolçunu alıb, Sabahda oynadıb, parladıb və artıq onun üstündə, futbolçunun üstündə bizim ölkə çempionatına görə nəhəng klublar, belə deyək ki, bir-birləri ilə hal-hazırda rəqabətə giriblər. Mənim fikrimcə artıq Basel bir çox məsələdə bir çox detalları tamamlayıb. Hələ ki, irəlidə olan Basel görünür və görünən də odur ki, Maluda artıq yolçu yolunda gəlir. Yolçu kimi görünür. Mənim fikrimcə nəsə qeyri-adi bir şey baş verməsə, futbolçunun özü də getmək istəyirsə, rəhbərlik onu saxlamayacaq. Buraxmaq lazımdır. Bəli, buraxmaq lazımdır. Mənim fikrimcə Maluda da Sabahı tərk edəcək.
Və Malda xəbərinə toxundu. Rafael, bu arada elə bizi izləyən izləyicilərdən çox xahiş edirik ki, kanala abunə olsunlar, videonu bəyənsinlər, şərh yazsınlar, paylaşsınlar və Instagram səhifəmizdə daim yeni transfer xəbərləri olur. Instagram footcast.tv-dir. Instagram kanalımızda, Instagram səhifəsini də izləyin. Bizə dəstək olun ki, daha çox böyüyək artıq. Bu dəfəki hədəf 13.000 abunədir YouTube-da. Instagramda isə 6.000 abunəyə doğru yol almışıq. Yaxın vaxt ərzində inanırıq ki, onu da bacaracaq. Və keçək Rafael Sabah klubundan keçdik, Qarabağdan danışaq. Qarabağda hələ ki transfer bazarında bir qədər susqunluq var. Amma yeni oyunçular axtarışındadır Qarabağ. Bu dəqiqdir. Qarabağ bir mərkəz müdafiəçisi axtarır və bundan əlavə bir hücumçu və bir dayaq yarım müdafiəçisi mütləq şəkildə komandaya cəlb olunacaq ki, Avrokuboklarda və çempionat oyunlarında komandaya kömək edə bilsin və son oyunlarda Montiel'in adı ətrafında bir çox şayələr var idi ki, Montiel komandadan getmək istəyir. Qurban Qurbanov hətta onu komandadan uzaqlaşdırmışdı. Bir çox insiderlər yazırdı ki, Lex Montiel üçün təklif göndərib, artıq Montiel danışıqlara getdiyi üçün Qurban Qurbanov tərəfindən ikinci heyətə göndərilib. Amma Levski CSKA Sofia ilə oyundan sonra oyunçu öz açıqlama verdi ki, mən heç yerə getmirəm, Qarabağda özümü xoşbəxt sayıram, ehtiyatda qalmağım da baş məşqçinin qərarı idi, buna hörmət edirəm və mən komandada qalacam. Əlbəttə ki, bir peşəkar futbolçu belə açıqlama verməlidir, başqa bir açıqlama verməli deyil. Amma görünən odur ki, Montiel'in də adı ətrafında bir çox transfer xəbərləri olur və bunlarla rəhbərlikdən icazəsiz danışması Qurban Qurbanovu qəzəbləndirib. Hal-hazırki Qarabağın oyununa Montiel kimi futbolçu mütləq şəkildə lazımdır. Məsələn, Kadinin artıq çəkisi var, bir qədər fiziki formasında deyil. Montiel kimi futbolçu əsas heyətdə doğrudan da lazımdır Qarabağa, amma hər bir şey ola bilər. Bu transfer pəncərəsidir. Futbolçunun belə danışmağı o demək deyil ki, futbolçu komandada artıq 100% qalacaq. Bəlkə də elə bir təklif ola bilər ki, Qarabağ onu satar və yaxud da artıq münasibətlər elə bir həddə çata bilər ki, Qarabağ rəhbərliyi özü Montiel'i göndərə bilər. Ona görə hələ ki, bu məsələlər bir qədər qarışıq qalır. Son oyunda da Lanqanın zədələnməsindən sonra artıq növbəti oyunda böyük ehtimalla Elvin Cəfərquliyev əsas heyətdə başlayacaq. Orada da vəziyyət hələ ki tam bəlli deyil. Ümumiyyətlə hal-hazırda Qarabağda mənəvi və klub daxili ab-hava görünən qədərilə o qədər də yaxşı deyil. Ona görə bu olan ab-hava Qarabağın oyununa da təsir göstərir və inanırıq ki, növbəti irəliləyən günlərdə Qarabağ transferi daha da gücləndirib. Ən azından məncə heyətində 2 və yaxud 3 oyunçu mütləq şəkildə Qarabağ bundan sonra alacaq. Qurban Qurbanov açıqlama vermişdi ki, 2 oyunçu ən azı transferin üstündə işləyirik və almaq istəyirik. Əgər alınsa, alınmasa bu heyətlə davam edəcəyik. Səncə bu heyətlə davam eləyər Qarabağ? Bu heyətlə davam etmək məncə olmayacaq. Çünki mütləq şəkildə heç olmasa 2 oyunçu gəlməlidir. Müdafiənin mərkəzinə oyunçu gətiriləcək. Hansı ki, Nihad Muyakic son anda Qarabağın əlindən çıxdı. Yəni bu demək deyil ki, Nihad Muyakic Qarabağın əlindən çıxsa, Qarabağ heç bir futbolçuyla danışıqlara getmir. Hal-hazırda da ilkin mərhələdə olan, danışıqda olan futbolçular var. Hələ ki, onların adı ictimaiyyətə açıqlanmır. Hansılar ki, artıq bir qədər bərkilikdən sonra sızmalar başlayacaq transferdə. Və dayaq yarım müdafiəçisini də Qurbanov çox istəyir. Yəni görünən real oyunda odur ki, bir güclü komandanın hücumu nəticəsində dayaq müdafiəmiz tez yarılır. Bəli, ona görə dayaq yarım müdafiəçi axtarışında da olacaq Qarabağ. Mən inanıram ki, ən azından 1-2 futbolçu Qarabağ gətirəcək. Ziya, Qarabağdan xəbərlərin bitdisə, onda keçək digər klubumuz olan Neftçiyə. Neftçidən hansı xəbərlər var? Neftçiyə keçək. Neftçi, ilk öncə onu deyim ki, azarkeşlərini və bizi də üzdü bir qədər. Yaxşı başlamasını gözləyirdi. Oyuna yaxşı başlamışdı. Ancaq sonradan buraxılan 4 top və bütün ümidlərimizi bir qədər qırdı. İnanırıq ki, Neftçi cavab oyunda rəqibini məğlub edə biləcək. Qayıtmaq istəyirəm Neftçinin transfer xəbərinə. Yadımdaca Rafael təxminən 2 həftə öncə ilk olaraq Instagram səhifəmizdə və YouTube post kimi bunu paylaşdıq ki, Freddy Vargas Neftçi ilə hər bir məsələdə razılaşdırılıb və klub yaxın günlərdə bu futbolçunu açıqlayacaq.
bir çox inanmayan insanlar var idi, yazılan rəylər var idi ki, hətta belə bir rəylər də qeyd olunurdu ki, Neftçinin böyük azarkeş kütləsi olan səhifələr bunu yalanlayıb, artıq Vargas məsələsi bitib, siz isə səhv məlumat verirsiniz. Bəli. Amma elə olmadı. İlk dəfə olaraq biz bu məlumatı verdik və klub rəsmi şəkildə Freddy Vargas transferini açıqladı. Biz də paylaşımlarda bunu qeyd etmişdik. Çox xoşbəxtdik ki, bizim ilk öncə ən paylaşdığımız xəbər öz əksini tapdı və Freddy Vargas artıq Neftçinin uğurları üçün çalışacaq və bundan sonra isə Neftçiyə lazım olacaq Dinamo Minsklə oyundan sonra da göründü ki, Neftçiyə lazım olan futbolçular cinah müdafiəçiləridir. Bu mütləq şəkildə gəlməlidir və elə transfer radarını bu il çəkdiyimiz gündən də bunu demişik ki, Neftçi cinah müdafiəçiləri axtarışındadır, amma nə məsələdirsə bu cinah müdafiəçiləri tapılmır ki, tapılmır. Tapılanlar alınan maaşa razı olmurlar və hal-hazırda bu istiqamətdə də danışıqlar gedir. Bundan sonraki transferlərdə Neftçi tərəfi bir qədər transferləri gizli saxlamağı düşünür ki, çünki rəhbərlik fikirləşir ki, bu futbolçuların adı ictimaiyyətə çıxdıqda futbolçular qiymətləri qaldırırlar. Ona görə bir qədər sakit dayanmağı. Saman altından su yeritməyə çalışırlar. Əslində bəzi mən düzgün addımdır. Çünki futbolçu əgər özü sosial şəbəkələrdə görürsə ki, məsələn, daha çox yayılır, qiymət qaldıra bilər və yaxud da başqa klub təkliflərini göstərə bilər. Görək nə olacaq, amma Neftçinin hətta Minsk səddini keçməsə də belə bu transferləri 90 illiyində çempionluğu hədəfləyirsə Vernidub yeni futbolçular alacaq. Məsələn, gələn futbolçu Klinsmann məncə Minsklə oyunun ən yaxşılarından biri idi. Çox da yaxşı oynadı. Mən inanıram ki, ən azından Neftçi transfer pəncərəsi bağlanana qədər 3 futbolçunu heyətinə cəlb edəcək. Qarabağ kimi minimal 3 futbolçu. Neftçidə isə Qarabağda bu maksimal 3-dürsə, Neftçidə mənim fikrimcə bu minimal şəkildə 3 olacaq. Hücumçu axtarışları çox qızğın şəkildə davam edir. Neftçi hücumçu axtarışındadır hal-hazırda. Ziya, Neftçidən də xəbərin bitirsə, keçək onda digər klubumuz olan Zirəyə. Zirədə bilirik ki, transferlər var. Buyur, söz səndədir. Bəli, Zirə bir qədər belə deyə spontan şəkildə başladı Avrokuboklara. Düzdür, Paydı səddini birinci oyunda məğlubiyyətə düçar oldu. Ancaq inanıram ki, Rəşad Sadıqovun komandası ikinci oyunda, cavab oyununda bu Paydı klubunu məğlub edə biləcək və ona görə də artıq Zirə heyətini gücləndirməyə davam edir ki, Avrokuboklarda bəlkə də mümkün olduğu qədər irəli daha çox yol gedək və bilir ki, hər dəfə mərhələ keçdikcə klubun büdcəsi də zənginləşir. Ona görə Zirəyə qələbə lazımdır. Zirə yeni bir hücumçu ilə heyətini gücləndirib. Lue Bayere Junioru heyətinə qatıb bu klub. 25 yaşı var Lue Bayere'nin. Mərkəz hücumçusudur, Kotdivarlıdır. Bundan qabaq Jelezniçarda forma geyinib, Göztepe klubunda çıxış edib, daha sonra Hammarby klubunda oynayıb. Mərkəz hücumçusu kimi mənim fikrimcə bir qədər də gəncdir, yəni yaşlı bir futbolçu deyil. Zirə bu futbolçunun hətta gələcəkdə müəyyən bir məbləğə satmağı da planlaşdırıb. Mənim fikrimcə Lue Bayere transferi Zirəyə daha çox kömək edə biləcək. Hal-hazırda klubda da David Volkovdan başqa vuran ayaq yoxdur. Ona görə Lue Bayere Junior transferi mənim fikrimcə Zirə üçün uğurlu transfer saymaq olar. Və Rafael, bundan əlavə bir transferdə Turanın adını açıqlamaq istəyərdim. Tovuz klubunun rəsmi hesabı da bu futbolçunu açıqladı. Beusart transferini açıqladılar. Montpellier klubunun yetirməsidir, yarım müdafiəçidir və bundan sonra Turan Tovuzun uğurları üçün çalışacaq. 2 illik müqavilə bağlanıb. 34 yaşı var bu futbolçunun, kifayət qədər yaşlı bir futbolçudur. Liga 2-də Fransada Pau forması geyinib, Ajaccio kimi klublarda çıxış edib. Bir qədər ləng tipli profil olmasına baxmayaraq meydanı yaxşı oxuya bilən bir yarım müdafiəçidir. Əsasən də baş məşqçi bu futbolçudan oyunun qurulması üçün istifadə edəcək. Karyerasında da bu futbolçuya Beusarda uğurlar arzu edirəm və Azərbaycan transferləri haqqında Rafael bu qədər.
Keçən onda Avropa bazarında baş Avropa və verən maraqlı Türkiyədə, xəbərlərə. Türkiyə bazarına keçək həmişə kimi. Bəli. Bizdə bir qədər qıtlıq olduğuna görə transferlərdə hələ ki yeni xəbərlər az idi. Olanları isə nəzərinizə çatdırdım. İnanıram ki, növbəti həftə daha çox xəbərlər olacaq. Başlamaq istəyərdim. Mən Məhəmməd Salah transferindən gəlib başlayaq. Məhəmməd Salah transferi Türkiyədə və dünyada Beşiktaş adına çox böyük səs-küy yaratmışdı. Daha sonra da Beşiktaş klubu rəsmi şəkildə açıqlama verib, transferində heç bir görüşmə olmadığını bildirsə də, Türkiyəli insider Yağız Sabunçuoğlu bildirdi ki, məlumat verdiyim xəbərlərin heç biri yanlış deyil. Maraqlı bir ifadə də işlətdi ki, yəni hal-hazırda bu transfer baş tutsa, yəni məni kral elan edəcəksiniz transferdə, amma baş tutmasa mən artıq olacağam sizlər üçün yalancı bir adam. Yəni Beşiktaş klubu da yalanlayıb bunu və transfer baş tutmasa da hamı deyəcək ki, özündən hər hansı bir əks-səda yaratmaq üçün, gündəm yaratmaq üçün istifadə edib. Amma Yağız bildirir ki, yəni hər bir danışılan detalların, menecerlərin bir çox şəxslərlə əlaqədə olub və bu məlumatları alıb. Görünən odur ki, burada əsas problem nədir, Rafael? Ödənişlərdir. Futbolçunun meneceri kifayət qədər yüklü bir məbləğ istəyir. 7 milyon yarım pul istəyir Beşiktaş klubundan. Komissiya olaraq. Bəli, komissiya haqqı olaraq. Salahın özünə 15 milyon maaş və üstəlik il ərzində 5 milyon reklam haqqı alacaq bu futbolçu. 20 milyon maaş ümumi. Bəli, ümumi hesab alsa 20 milyon maaş eləyir. Beşiktaş rəhbərliyi isə menecerə bu qədər 7-8 milyon avronu verməyə doğrudan da çox görür. Bir menecer üçün bu çox böyük bir məbləğdir. Daha sonra isə artıq xəbərləri çıxartdılar ki, Salahı Qalatasaraya yazdılar. Qalatasaray tərəfi yalanladı ki, belə bir bizim həmin mövqedə Leroy Sané kimi bir futbolçumuz var. Yüklü maaş alan bir futbolçudur. Salahı da gətirib onun yanına əlavə yük eləmək istəmirik. Əlbəttə ki, Salah kifayət qədər professional və möhtəşəm bir futbolçudur. Mənim fikrimcə bu menecerlə komissiya məsələsini təxminən 3-4 milyona çəkə bilsələr, razılaşacaqlar və Məhəmməd Salah Beşiktaşda çıxış edəcək. Beşiktaş isə Midtjylland səddini qırmızı vərəqə almasına baxmayaraq çox çətinliklə birinci oyunu qələbə ilə başa vurdu və cavab oyunu mənim fikrimcə çox çətin olacaq və mən Midtjyllandı burada favorit görürəm ki, Beşiktaşı keçə bilər. Çünki Midtjylland kifayət qədər, yəni sən 17-ci dəqiqədə qırmızı vərəqə alıb və oyunun qalan təxminən 75 dəqiqəsi ərzində top buraxmırsansa, yəni bir top cəmi buraxırsansa, bu komandanın gücündən xəbər verir. Və ikinci xəbərimiz Qalatasaray ilə bağlıdır. Qalatasaray klubu Dinamo Kiyevdə çıxış edən Panamarenko transferini bitirmək üzrədir. Bu hücumçunu Qalatasaray böyük ehtimalla kluba gətirəcək. Digər Yasin Adli transferində də isə Qalatasaray artıq futbolçular razılaşmışdı. Bayer Leverkusenlə 5 milyon və məcburi satın alma ilə 20 milyonluq satışa getmişdilər. Amma Adli bildirdi ki, mən Qalatasaraya gəlib Osimhenin əvəzedicisi olacaq. Əsas heyət üzvü olmayacaq. Ona görə futbolçu son anda fikrindən daşındı. Panamarenko isə Qalatasarayda çıxış etməyə razıdır. Dinamo Kiyevlə bütün məsələlərdə razılığa gəlinib. Kiyev 30 milyon istəyir. Qalatasaray isə bildirir ki, 20 milyon və növbəti 5 milyon verək, hücumçunu verin bizə. Mənim fikrimcə Kiyev klubuna hal-hazırda pul daha çox vacibdir. Bəli, mənim fikrimcə Qalatasaray Panamarenko transferini bitirə biləcək və Bruno Fernandes adını çox yazırlar Qalatasaraya. Əlbəttə ki, Qalatasaray bu transferi bitirmək istəyir və Bruno maraqlı bir məqam var ki, Bruno'nun özü də Qalatasaraya getməyə çox isti yanaşır. Amma bir məsələ var ki, Bruno Fernandes karyerasının sonuna az qalmış, yüklü bir müqavilə istəyir. Bəli, kontrakt istəyir. Manchester United'in kapitanı və əsas oyuncularından biridir. Və maaş məsələsi burada Qalatasarayın bir qədər əl-qolunu bağlayır. Maaşı komanda ödəyə bilər, ancaq United'in də tələb etdiyi bir transfer məbləği var ki, bu transfer məbləğini Qalatasaray ödəmək istəmir, az məbləğ ödəmək istəyir. Ona görə Bruno transferindən daha çox hal-hazırda Qalatasarayın yekunlaşdıra biləcəyi transfer Rafael Leao'dur. Rafael Leao artıq Milan onu düşünmür və George Gardi klubdan və futbolçudan icazə alıb hal-hazırda digər klublarla görüşür.
tam olaraq transfer məsələsi George Gardner'in əlindədir. Gardner də bilirik ki, Galatasaraya daha yaxın bir menecerdir. Amma Rafael Leao'nun da transfer məbləği kifayət qədər və maaşı kifayət qədər çox böyük bir məbləğdir və futbolçunun hansı effekt yaradacağı bilinmir. Ona görə də Galatasaray hələ ki bunu düşünür. Amma mənim fikrimcə bu üç futbolçudan biri ya Kamavinga, ya Rafael Leao, ya Bruno Fernandes. Bu üç futbolçudan birini Galatasaray belə deyək, partlayış şəkildə açıqlayacaq yaxın. Yəqin ki bu Leao olacaq. Mənim fikrimcə də Leao daha yaxın görünür. Leao olmasa Kamavinga görünür. Kamavinga transferində hansı vaxtdan sonra Rafael açıqlaya bilər? Avqustun sonuna yaxın. Avqustu keçəcək. Hansı ki Avropada transfer bağlanacaq. Sentyabrın 8-də və Mourinho da Realda bildirəcək ki Kamavingaya mən səni istəmirəm. Bəli. Çıx get. Mən səni oynatmayacağam. Ona qədər bilirik ki, təxminən 3 oyun keçiriləcək də La Ligada. Yəni 3 oyunun şərtlərində Kamavinga heç birində yer almasa, sentyabr ayının əvvəlində birində artıq transfer pəncərəsi bağlanır. Türkiyədə isə ayın 4-ünə kimi, 3-ünə kimi Çempionlar Liqasına ərizə verə bilərsən. Bəli. Səhv etmirəmsə ayın 12-sinə kimi də transfer pəncərəsi açıqdır. Ona görə Galatasaray 1-dən 3-ünə qədər olan arada hər hansısa bir ulduz futbolçu gətirəcək. Bunu həmişə kimi bunu eləyəcəklər və bacaracaqlar mənim fikrimcə də. Görək bu hansı futbolçu olacaq. Fenerbahçe isə işlər belə deyək, yağ kimi gedir hal-hazırda qaydasındadır. Düzdür, Gornik klubunu böyük hesabla məğlub edə bilmədilər. Onlar da çətin səfər oyunu gözləyəcək. Mason Greenwood transferindən sonra artıq bütün gözlər tikilib ki, yenə bir ulduz futbolçu gəlməlidir. Amma belə bir məsələ var ki, Fenerbahçedə hal-hazırda xarici futbolçular çoxluq təşkil edir. Bəli. Fenerbahçe mütləq şəkildə heç olmasa bir 3 oyunçusunu satmalıdır. Bu 3 oyunçunun da satılması, bəzi futbolçular gedəcək, hansı ki Amrabatı satmaq istəmirlər, icarəyə vermək istəyirlər ya da ki Amrabata çox böyük təklif gələn deyil. Livakovic böyük ehtimalla Dinamo Zagrebə qayıdacaq. Bəzi futbolçulardan Fenerbahçe canını qurtarmaq istəyir. Bunu da bacaracaqlar fikrimcə. Görək də Fənər nə edəcək? Həddən artıq əlində bilirik ki, legioner futbolçu var. Xəbərlərin də sonuna gəldik Ziya. Dostlar, videonu bəyənməyi, kanala abunə olmağı və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti həftə həmişəki vaxtda sizin qarşınızda olacağıq. Sağ olun. Sağ olun.